Asan AI hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Huawei şirkətinin Orta Şərq və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Angela Lilin rəhbərlik etdiyi nümayəndə heyəti, Gen AI Works-in baş direktoru və həm təsisçisi Steve Nori və Edinburgh Maliyyə İnnovasiyaları Mərkəzinin həm direktoru və Edinburgh Universitetində maliyyə üzrə müəllim Xalədin Rızayevlə görüşüb. Qonaqlar Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan Asan Süni İntellekt platformasının təqdimat mərasimində iştirak məqsədi ilə ölkəmizə səfər ediblər. Onlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış Asan xidmət mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib. Hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb. Qonaqlar Asan xidmət modelinin fəaliyyətinin onlarda yüksək təəssürat yaratdığını bildiriblər. Görüş zamanı müvafiq tərəflərlə Dövlət Agentliyi arasında əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb. Eyni zamanda Asan xidmət mərkəzi, InnoLand inkubasiya və akselerasiya mərkəzi, Səyyar Asan xidmət və Abad publik hüquqi şəxsin fəaliyyəti ilə də tanışlıq olub.